Şamaxının Uzqardağ kəndlərinə gedən avtomobil yolları qardan təmizlənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-nin canlı qüvvəsi və texnikası Şamaxının dağ kəndlərindən hesab olunan Zarat Xeybəri, Dəmirçi və Zarat kəndlərinin yolu qardan təmizlənib. Əsasən Zarat Xeybəri kəndinə gedən yolda yaranan çətinlik səhər saatlarından aradan qaldırılıb. Qeyri-sabit hava şəraiti nəticəsində çətinlik yaranan Uzqardağ kəndlərinin yollarında işlər davam etdirilir. Əsasən qarın daha çox düşdüyü yerlər Şamaxı, Çuxuryurd, Dəmirçi, Zarat Xeybəri avtomobil yolunda, Qaleybuğur-Sis avtomobil yolunda, Qızmeydan, Pirbəhli avtomobil yolunda daha çox özünü göstərmişdir. Hal-hazırda avtomobillərin hərəkəti təmin olunub, bütün yollar nəzarətimizdədir. Hal-hazırda da bəzi kəndlərdə, lazım olan yerlərdə işlərimiz davam etdirilir. İdarənin canlı qüvvəsi və texnikası səhər saatlarından etibarən yolda saatlarla iş aparıb. Hazırda kəndə gediş-gəlişdə hər hansı bir maneə yoxdur. Avtomobillərin rahat və maneəsiz hərəkəti təmin olunub. Hazırda isə Şamaxının bütün kəndlərinə gediş-gəlişdə hər hansı bir çətinlik qalmayıb. Qeyd edək ki, idarənin canlı qüvvəsi və texnikası gücləndirilmiş iş rejimində çalışır. Rəşad Aydın, Şamaxı, A-Media üçün. Təmizləməkdə